Sənət adamlarıyla görüşlər. Bir mezar kazdılar ona. Bax belə, yox belə dar. Yüzündə kör olan gözdək sapsarı bir çiçek var. Bak, bu çiçek mənası odur ki, məni xatırla əzizim. Sevdiğim, beni hatırla. Bunun da mənası odur ki, beni unutma. Bak, bu da bir çiçek. Bak, bu da biri. Bak, bu da biri. Bu ise acı otdur. Bu senin de benim üçündür. Siz bunu ancak bayramlarda takın. Bu da bir çiçek. Karanfil yoktur. Affedersiniz. Atam ölemden sonra hamısı solmuştur. Hamısı. Ancak korkmayın. O ki rahatlık ölmüştür. Bir ayrılık, bir ölüm, hiçbiri olmayaydı. Torpaqda 3 ağac var. Altta koca tek yaşar. İndi ölsün ağacları esen kürekler oxşar. Ağlamayın, ağlamayın. Ağlamayın derdim kimi. Dua edin şefkatle. Ulu Tanrım sen esirge. Özün ona hürmet eyle. Ha belə bütün varis ölenlere rahmet eyle. Dua okuyun. Dua okuyun. Hamınız dua okuyun. Dua. Hörmətli dinləyicilər, yəqin ki tanıdınız. Verilişimizin bugünkü qonağı Respublikanın əməkdar artisti Səfurə İbrahimovadır. Hoş gelmişsin Ferhat. Necəsən? Yaxşı dincələ bildin mi? Əgər bilsən, sənə nə qədər təzə xəbər gətirmişəm. Əvvəlcə icazə ver, plaşımı çıxarım, sonra da hamısını sənə bir-bir danışım. Mən bu dəqiqə... Maral... Heç nə demə. Lazım deyil. Bilirəm, sən danışmağı sevmirsən. Səni tanıdığım bu 2 ildə bütün dediklərini yazmış olsaydım, şagird dəftərinin bircə vərəqinə ancaq sığardı. Yalnız bircə vərəqinə. Maral... Yaxşı. Ürəyini sıxma. Nə olsun ki, mən artıq buna adət eləmişəm. Bilirsən Maral, mən çox düşünmüşəm, götür-qoy eləmişəm. Bilirsən, bizim bu münasibətimiz belə davam edə bilməz. Mən bütün qəlbimlə, bütün varlığımla... Ferhat, mənim əzizim, sənin indi gəldiyin bu nəticəyə 2 il əvvəl mən gəlmişəm. Demək, mən yanılmamışam. Mən xoşbaxtam, Ferhat, mən xoşbaxtam. Maral, axı, qoy bir sözünü deyim də, axı... Yox, bir kəlmədə danışma. Lazım deyil, bir kəlmədə. Ferhat, bu nedir? Sənin evin tör-töküntüdür. Sən 5 dəqiqə çölə çıx, mən bu saat buraları qaydaya salım. Yaxşı, amma fərqi yox. Birazdan yenə aləm qarşılayacaq bir-birini. Ferhat. Kiçik Təpər yazığı dəli eləyib. Mən ara bir bura gəlməsəm, laf ağlını itirər. Təklik pis şeydir. Amma niyə o tək olsun? Mən ki onu bütün varlığım qədər sevirəm. Bəs bizə nə mane olur? Dinlədiyimiz bu obrazları Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində yaradıb. Hələ kinoda yaratdığı obrazlar
Arşın Malan filmindəki Telli nə qədər sadə, saf qəlblidirsə, Sevil film operasındakı Dilbər tamam başqa bir dünyanın adamıdır. Yüngül təbiətli, meşşan, qırından çıxıb qırını bəyənməyən bir qadındır. Aktrisa bir-birinə bənzəməyən bu iki xarakteri son dərəcə ustalıqla yaradır. Artıq xatirəyə çevrilən bu səhnə və ekran qəhrəmanları barədə Səfurə xanım bugün nə düşünür? Hazırda nə işlə məşğuldur? Aktrisaya verəcəyim suallar çoxdur. Qəlbimdəki sənət dünyası ilə tanış olmaq üçün onu verilişimizə dəvət etmişik. Səfurə xanım, sənətlə, teatr deyilən sehirli bir dünya ilə ilk tanışlığınız necə başlayıb? Bilsəm, Gülbəniz, mən belə istəyirəm danışım. İndiki sualı belə qoydunuz. İstərdim ki, ümumiyyətlə, çünki mən bu dəqiqə, deməli, mən radio intervyu verim, eləmi? Radioda müsahibə aparırıq deyə, ona görə də istərdim ki, elə söhbətimi indiki sənətdən düşdü, sənətlə ilk tanışlığım, deməli, radiodan başlamaq istərdim. Deməli, mən 7 ya 8-ci sinifdə oxuyordum, yadıma gəlmir, dəqiq deyə bilmirəm. Onda bütün respublikaların, deməli, bu pionerlər günü münasibəti ilə hər bir respublikadan, yəqin ki, başqa respublikaların məktəblərinə təbrik oxunurdu, bir tekst oxunurdu, böyük bir tekst. Bu şərəf də mənə, deməli, nəsib oldu, qismət oldu. Bir gün mənə çağırdılar ki, bəs onda bilsənmi, niyə görə bu hardan gəldi? Çünki mən orta məktəbdən 2-ci sinifimdən başlayaraq demək olar ki, məktəbin yığıncaqlarında həmişə şeir deyərdim, kiçik səhnəciklərdə oynayardım. Görünür, bundan da mən onların diqqətində, nəzərində qalmışdım. Gəldim, mən studiyada, deməli, yazdım. Sonra, deməli, bu təkrar olundu. 8-ci sinifdə, 9-cu sinifdə və 9-cu sinifdə məni çağırdılar ki, bilirsənmi, bizim cavan diktor qız lazımdır radioda. Biz istəyirik ki, səni hazırlayaq. Dedim, neyək, belə elədim, razılığımı verdim, gəldim məşqə. Gəldim Sultan Nəcəfov rəhmətli, Sabitə Quliyev, hər ikisinə rəhmət deyirəm və bizim indiki gözəl, necə deyirəm, mən çox hörmət elədiyim Sənami, Valid Sənami. Onlar Valid Sənami çox cavan oğlan idi. O özü də görünür ki, bir neçə ildir orada işləyirdi. Bəlkə də 1-2 illik olardı ki, işləyirdi. Təzə işləyirdi, çox cavan vaxtları idi. Deməli, bunlar mənimlə hər dəfə biri məşq eləyirdi bunlar. Məsələn, 1 saat, 2 saat məşq eləyirdilər ki, məni hazırlayırdılar. Axırda da deməli bir imtihan ki, mənim üçün qurdular. Dizi sözü pis alınmadı. Mənə dedilər ki, bəs sən 10-cu sinifi qutaran kimi birbaşa gəl bura, biz səni işə götürük, biz səni biz nəzərdə tuturuq. Taliyə gətirdi, bilmirəm, kimlərsə buna, necə deyilər, bu yolu istiqamətini dəyişdirdi. Mən getdim İncəsənət İnstitutuna. Və elə oldu ki, mən bəlkə də gələrdim yenə də radioya. Məni teatra dəvət elədilər. Mən deməli, instituta girdim. Bir ay sonra mən teatrda artıq rol oynadım. Deməli, oktyabrın 8-də mən səhnəyə çıxmışam. Sentyabrda dərsə başlamışam. İnstitutda 1-ci kursa oktyabrın 8-də məndə sənəd var evdə. Mən deməli, səhnəyə çıxmışam. Neçənci il idi? Bu 61-ci il. Və o vaxtdan da mən teatrda qaldım. Bu vaxtda da yəqin ki, Səfurə xanım xeyli rol oynamışsınız elə? Elədir, əlbəttə, gerçi uzun illər, bu illər ərzində. Teatra mən təzə gələndə, mənim yadıma gəlir ki, bir 3-4 il olardı da təxminə teatra, bəlkə də biraz 5-6 il olardı. Eyni vaxtda mən 3 əsərdə məşq eləyirdim. Daha doğrusu, əsərin birini
təhvil vermək ərəfəsində idi. Birinin məşqləri gedirdi, o birisi ancaq çitqəyə başlamışdı, yəni oxunuşa başlamışdı. Mən hətta çatdıra bilmirdim, çünki eyni vaxtda 3 əsərə mən gedib girə bilmirdim axı. Odur ki, Tofiq mənim qışqırırdı mənim üstümə ki, falan tamaşaya gəl, çünki onun birinci təhvili verəcək, orada ol günə ən çox. Deyirəm, o bir iş sonra məni istəyir axı. O da deyir ki, mənim işin sənsiz ki, o yuxarıda da istəyirlər. Neysə, bu beləcini, mənim elə günlərim, elə vaxtlarım olur. Gözəl günlər idi, hə? Sözsüz, yaxşı vaxtlar idi, necə deyərlər, həm gənclik, cavanlıq vaxtı idi, heç yorulmaq bilmirdim onda. Elə olurdu ki, rayonlara gedirdik, bir gündə 2-3 tamaşa oynaymalı olurduq. Misal üçün, necə deyərlər, yorğunluq hiss eləmirdim. Eyni zamanda elə olurdu ki, həm kinoda çəkilirdim, həm misal üçün televiziyada məşğul olurdum, həm də teatrda. Mən bir sutka ərzində işləyirdim, mən bəlkə 2 saat, 3 saat yatırdım, ya yatmırdım. Amma demək istəyirəm ki, mən bunu hiss eləmirdim. Səfrin Hamili, təsadüfə baxın ki, deməli sizin səhnə fəaliyyətinə başlamağınız 1961-ci ildir. 91-ci il, deməli düz 30 ildir. Elədir. Düz 30 ildir siz teatrla öz ömrünüzü, gününüzü bağlamısınız. Bax, bir aktrisa kimi talihimizdən razısınızmı? Necə deyim, əvvəllər razı idim. Necə deyirlər, elə bilirdim ki, özümü daha xoşbaxt, necə deyirlər. Mən elə gəl, əl çatmaz bir aləmdə hiss edirdim. Bax, belə bir hisslər məndə olub əvvəllər. Sonralar, bu get-gedə, necə deyirlər. Son illər mən çox az işləyirəm deyə, bəlkə də ona görə belə bədbinləşmə. Hallar keçirirsən? Hə, ola bilər. Hər halda nətər deyirlər, teatr tarixində sizin öz 30 ildə unudulmaz rollarınız olubdur. Gözəl, yadda qalan tamaşalarınız olubdur. Sözsüz, əlbəttə. Bax, bugün hansı tamaşaları xatırlamaq istəyərdiniz? Əvvəla mən başlamaq istəyirəm iş rollarımdan, yenə də demək istəyirəm ki, yəni ki, onların həcmi böyük olmasa, amma onlar mənim üçün o tamaşalar da iştiraki kim, oradakı aktyorlar, oradaki məsəl o tamaşaların rejissorlarını mənim üçün əzizdir deyə mən o tamaşaları və rolları qeyd eləmək istəyirəm. Deməli, Viktor Rozovun Şadlıq Sorağında tamaşasında Fatma xanım mənim anam oynayırdı. Hükmə xanım ondan qabaq deməli ana ürəyi tamaşasında mənim anam oynayırdı. Ələsgər Ələkbarov Alov tamaşasında Mustafa Mərdanov o tamaşada, Şeyx Zamanov, Osmanlı, Dağıstanlı və s. bu kimi aktyorlar, Həsən Ağa Salayev və s. Bilirsiniz, mən bu tamaşalarını qeyd edirəm. Sonra Mariya Tudor'da, bilirsiniz ki, orada mənim əsas partnyorlarım Əli Zeynalov idi, Hükmə xanım idi, Şeyx Zamanov idi. Sonra orada deməli Gəray Büyükov, Ağa Sadıq Gəray Bəyev və s. Fatih Fətullayev və s. böyük bu sənətkarlar. Mənim bunlar tərəf müqabil idilər. Ağadaş Qurbanov da orada, Ağadaş Qurbanov. Mən bu aktyorlarla təsəvvür edin ki, ən gözəl, mən deyərdim, rollarımı, ən istədiyim rollarımı da elə onlarla oynamışım. Mənə əziz olan rolları bu saydığım gözəl sənətkarlarla, unudulmaz sənətkarlarla oynamışım. Mariya Tudor'da mənim deməli ən böyük rolum, ilk böyük rolum Mariya Tudor'da Jane rolu idi. Bilirsinizmi? Mən elə gəlir ki, o Jane rolundan sonra mən daha çox tanındım. Hətta yadıma gəlir, küçədə, nə bilim, avtobusda, yolda, orada mənim deməli Əli Zeynalov mənə belə bir sözü vardı. Bir neçə dəfə bu sözü təkrar eləyirdi o. Mən monologu deyirdim, monologun ortasında dedi, Jane, məni sevirsənmi? Bu
söz düşmüşdü, necə deyirlər. Tamaşaçıların dilinə. Tamaşaçılar mənə hardasa görürlər, tanıyırlar da ki, Cem məni sevirsən, mən də düz sözü hərdən sıxılırdım, hərdən də xoş gəlir bu söz mənə. Necə deyirlər, fəxr edirdim ki, deməli bu tamaşada gözəl tamaşa idi. Tamaşacı çox böyük tamaşa idi, gözəl tamaşa idi. Hayf indi elə tamaşaların sayı ya heç yoxdur. Olsa da, necə deyirlər, hərdən bir biz belə bir xoşbaxtlığa nail oluruq ki, belə tamaşalarına rastlaşırıq. Amma onda belə tamaşaların sayı çox idi. Tez-tez teatr belə tamaşalara, bu cür böyük tamaşalara aktyor üçün doğrudan da lazımlı, gərəkli inkişafı üçün belə tamaşalara tez-tez müraciət edirdi. Sənsiz, Şəxəli Qurbanovun. Yadıma gəlir o tamaşa. Deməli orada oynayırdı Salayev, Hökümə Qurbanov, Məlik Dadaşov. Məlik Dadaşov. Sonradan tamaşada dəyişiklik çox oldu. Amma mən axıra qədər o rolun ifaçısı, Maral rolunun ifaçısı olaraq mən axıra qədər qaldım. Tamaşa çox uzun müddət oynanıldı. Çox. Biz onu hətta şəhərdən də kənarda, neft daşlarında. Mən bir dəfə neft daşlarında olmuşam və bu tamaşa ilə. Əlbəttə, mən çox özümün istədiyim həm kinoda, həm teatrda doğrudan da bağlandığım, indiyə qədər belə necədir mənim üçün əziz olan rollarım olub. Amma istəmədiyim rollar da olub, məcbur oynamışam. Çünki bu mənim işimdir. Mən buna, necə deyilər, imtina edə bilməzdim. Səfirə xanım, siz deyirsiniz, bax, belə rollardan, məsələn, istəmədiyiniz rollar. Tam ürəyinizdən olmayıb, amma oynamışsınız. Düzdür, oynamışam və bir dəm də deyim ki, mən amma tamaşaçı qabağına çıxanda istər-istəməz məndə o məsuliyyət hissi yaranıb. Ki, mənim bu rolu istəyib istəməməyimin tamaşaçıya heç bir dəxli yoxdur. Mən onun qabağında, necə deyirlər, deyir, tam məsuliyyətimlə çıxmalıyam. Məni qınamamalıdır tamaşaçı. Mən özümə ar bilmişəm ki, əgər mən pis oynasam, tamaşaçı mənə, necə deyərlər, üz döndərə bilər. Həmişə belə bir məsuliyyəti, belə bir qorxunu hiss eləyib, odur ki, tamaşaçı qabağına, deməli, tamaşanı oynayana qədər, daha da rolu oynayana qədər çox narazılığım olub, küsmüşəm rejissordan, incimişəm. Nəyə görə, məsələn, o tamaşada başqa rol oynamaq istəmişsiniz? Olub ki, başqa rolda oynamaq istəmişəm. Olub ki, ümumiyyətlə rolu mənim olmayıb, daha doğrusu. Qətiyyən bu rol mənim aid olmayıb. Mən adını çəkmək istəmirəm, əlbəttə, bunu hətta özləri hiss edib, olub eylənçinə. Tamaşadan sonra hətta mənə özləri gəlib dedilər ki, Safura, baxışda, doğrudan da sən haqlıymışsan, bu rol sənin deyildi, biz sənə məcbura vermişdik, baxışda. Bax, belə bir şey olub. Kinoda necə? Bax, kinoda da rollarınız var. Bu yaxınlarda bizim Cəbişməllə filmini göstərirdilər. Düzü, mən o filmdən sonra sizdən müsahibə almaq istədim. Verilişə dəvət eləmək istədim. Çünki, məsələn, mən hiss edirdim ki, o rolda, o filmdə sizi o qədər xoşbaxt, yəni ki, kamera, nəsə deyirəm, orada həm cavanlıq, gənclik, nəsə deyərlər, yəni indi də qocalmamısınız, şükür Allaha, o mənada demirəm, yəni ki, orada başqa Səfurayda. Siz əlbəttə. Yəni ki, bax, kino ilə bağlı rollarınız, kinoya münasibətiniz. Kinoya mən deyərdim ki, bəlkə teatrdan da tez başlamışam. Yenə də təsadüf nəticəsində. Məni mərhum Əlisattar Atakişev, mənim gözəl operator idi, həm də gözəl rejissor idi. Biz onu belə də xatırlayırıq. O məni bir dəfə küçədə, deməli mən onda dərnəyə gedirdim. Dərnək də deyirdi. Ədil İskəndərovun, deməli, qrupu vardı. Hazırlıq qrupu, belə deyək. Ora gedirdim mən, məşğul olurdum. Məni orada görmüşdüm, ya bilmirəm, təsadüfən elə küçədə gördü, belə, xoşuna gəldi. Çağırdı məni ki, bizdə rol var, böyük də rol deyil, amma istəyirik ki, səni çəkək. Və beləliklə məni çağırdı, bizim küçə filmində çəkildi. Necə deyərlər? Yəni, deyirəm, böyük rol deyildi, amma hər halda o vaxt üçün, məni hələ ki sənətdə, hələ heç bir şey bilmədiyim vaxtlarda, məsəl üçün, elə rola çəkilməyim özü böyük şey idi.
Ola bilərdi ki, mən, çünki orada hər halda nə qədər olmasa roldur. Əlbəttə ki. Yadda qalır, roldur. Və o ərəfədə elə mən bir-birini dalayıca, deməli, başladım Arşın Malalarında, Telli, sonra İstintaq davam edir, sonra deməli, O Qızı Axtarın, Həsən Seyidbəyinin tamaşa filmi idi. Və sair belə çəkildim də sonra da. Və indi bu filmlərə baxırsınız. Baxın, tamaşa eləyəndə nə düşünürsünüz? Baxanda, açıq deyim sizə, biraz çox, mən ümumiyyətlə filmlə tamaşaya demirəm. Çünki tamaşaya indi özümü görə bilməm, amma film belədir ki, çəkilirsən və sonra özünü görürsən ekranda. Mən yadıma gəlmir ki, çünki mən çəkildiyim filmin gedim premyerasına baxım. Axı, tamaşaçının, deməli, geniş ekrana yol açmamışdan qabaq, deməli, getməmişdən qabaq, biz özümüz baxırıq, gedib baxmaram, heç vaxtı. Həmişə qorxmuşam, indi istəyirsə mənə inan yoxsa, həmişə qorxmuşam. Dəvət ediblər, elə olub ki, 2-3 dəfə, misal üçün göstərilib ki, hələ ekranlara çıxmır, gəl bax da bir dəfə, demişim, yox, gəlmirəm, qorxuram. Sonra gedib özüm, film ekranlara gedəndə, haradasa 200-də, özə balaca kinoteatrlarda, məhz Gördən könüldən uzaq. Tamaşaçı görməsin mənim, gedib gizlincə oturub baxmışam və inanın, əksərətən də biraz əsəbi çıxmışam bəzən. Haradasa görürəm ki, düz oynamamış. Halbuki, misal üçün, baxanda deyirəm ki, yox, mən bunu, bu səhnəni belə oynamamalıydım. Bax, bu səhnə mən indi başqa cür görürəm. İnanırsınmı? Bax, belə hallar məndə çox olub. Odur ki, qorxudan mən gedib baxmamışam. İndi bax, bu neçə illər ərzində sənətdə az-çox öz iziniz, öz yeriniz var da, Səfrə xanım. Bunlara görə, yəni ki, nə qazanmışsınızsa, nə, məsələn, o sevinçli günlər deyirsiniz, bayaq ki, yəni ki, o əl çatması sizin üçün nağılı bir dünya olar. Bunlara görə siz kimlərə minnətdarsınız? İlk növbədə əlbəttə öz sənət müəllimim Rıza Təhmasibə, professor Rıza Təhmasibə, çox minnətdaram. Doğrudan da indi elə müəllimlər, mən demirəm indi institutda, əlbəttə ki, Rıza Təhmasibə yoxdur, bir dənə idi. İstər aktyor kimi, istər rejissor kimi, istər müəllim kimi. Bilirsinizmi, o, misal üçün, birinci ildə artıq aktyoru təyin edirdi ki, bu aktyor hansı səviyyədə, hansı səpkidə inkişaf edə bilər. Bəzən sındırırdı. Mən, biz sizin üçün deyirəm, misal üçün, bizdə bir neçə əsər onda imtihan işi kimi, dövlət imtihanına, kurs işi kimi, deməli, hazırlandı. Mənə birində, misal üçün, orada Bahar Suları, İlyas Əfəndiyevin Bahar Sularında Şəfəqi verdi mənə, mən Şəfəq oynamışam. Başrolda injiner, çox belə yığcam, təbiətli, necə deyirlər, ağıllı, dünya görüşlü bir qızdır, məhəbbətində, sevgisində, necə deyirlər, sədaqətli bir qızdır. İkinci bir rol mənə vermişdi Dilbər, görürsünüzmü? Deməli, aktyoru o elə sındırırdı ki, yəni, gələcək səhnə üçün, böyük səhnə üçün hazırlayırdı ki, bir aktyor bir qalıb, ancaq necə deyirlər, mavi rollar deyirlər bizdə, ya bir zatlı, rəngli rollar olmasın, yeknəsəklik olmasın deyə. Mən təəccüb qaldım. Biz dedik ki, məsəl üçün, orada Dilbəri, məsəl üçün, bizdə bir başqa bir qız vardı orada. O da oynaya bilər. Əminə vardı bizdə. Bizdə o teatra gəlmədi. Deməksiniz, bizim sənətə gəlmədi. Tamam başqa sahədə işlədi o. Hamısı dedi ki, o zahirəncədə, misal üçün, hərəkətlərdə də bir belə açıq-saçıqlıq vardı onda. Gənc qadın idi özdə, uşaq azadı da vardı. Deyirlər ki, o daha yaxşı oynar. O özü də deyirdi yaz. Amma onu vermiş safda. Misal üçün. Görürsünüzmü, tamam bizə əks rollar verirdi. Və oynayanda bu tamaşanı Mehdi müəllim, Mehdi Məmmədov rəhmətli, o da baxdı, dedi, heç gözləməzdim Səfura səndə, sən yaxşı oynadın rolu. Deyirdim ki, yox, mən sevir istəyirdim oynamaq, ya da ki, gülüşü oynamaq istəyirdim. Sonra mənə gülüş də verilmişdi. Gülüş də mənə verilmişdi ki, bir dəfə o məşq edirdim belənçinə, bu da, məsəl üçün, başqa bir qıza, biz dublörlandıq. Elə oldu ki, imtihan tamaşasında amma elə Dilbər rolunda oynadım.
Yarın filmdə də o Dilbərin rolu olubdu, oynamalı. Hə, bilirsizmi, yaxşı alınmışdı ki, mən özüm gözləmirdim misal üçün. Demək onda təhmasib dedi ki, yox, mən sənə vermişəm bu rolu, mən bu rolu səndə məcburan sən oynayacaqsan və alınacaq səndə bu. Doğrudan da o məni çox məşq eləyirdi. Misal üçün, hamıdan çox mənim yerlərimi məşq eləyirdi, həmişə. Mən də dedim, niyə bu böyle də vaxtı, deməyisəm ki, hər gün gəlirdi, demək olar ki, bizim səhnələri məşq eləyirdi. Deməli, o məqsədi vardı ki, o rolu məndə alsın. Daha da sındırsın gene dedim ki, bir aktyor ki, mən gələcək üçün necə hazırlasın ki, mən müxtəlif sətkili rollar oynaya bilim. Doğrudan da sonradan mən də həm mənfi rol oynamışam, həm müsbət rollar oynamışam, necə deyirlər, həm ikinci dərəcəli rollar, həm birinci dərəcəli, həm başı rollar oynamışam. Yəqin ki, tramplin oradandır. Bu, necə deyirlər, körpü oradan gəlir, oradan başlayırdı. Sonra mən deməli, rejissorlardan ilk növbədə Mehdi Məmmədova çox borcluyam. Mehdi Məmmədov mənim həyatımda böyük iz buraxıb. Necə deyirlər, yaradıcılığımda böyük iz buraxıb. Tofiq Kazımov, Ələsgər Şərifov. Mən onun neçə tamaşasında oynamışam. Hər rejissorun öz aktyoru olur. Elədir. Və adətən, yəni bizim o teatr tarixin, elə sizin öz 30 illik o təcrübənizlə bağlı deyərdim. Yəni ki, hər rejissor bəzən bütün rolları, bütün quruluş verdiyi tamaşalarda onun baş rolları və mütləq o aktyordan istifadə edir, mütləq onu, yəni onun bu yaradıcılığında mütləq o aktyorun yeri olur. Yəni bu mənada məsələn siz özünüzü kimin aktyoru hesab edirsiniz? Belə bir suala gəl vermək, cavab vermək. İndi yox. Yəni vaxtı ilə olsun. Vaxtı ilə mən Mehdi Məmmədovun bütün tamaşalarında demək olar ki, əksər tamaşalarında bu tamaşalarda baş rolu düzdür mənə verməyib, amma ki orada rol olubsa mənim üçün mütləq verib. Bunu mən necə deyim, 100% deyirəm bu sözü. Mütləq, əgər o tamaşada orada rol olubsa mənə mütləq o rolu mənə verib. Canlı Mehdi yadındadır siz. Bacısını oynayırdınız. Canlı Mehdi, hə, orada Saşanı oynayırdım mən, Leyzanı, bacısını oynayırdım. İnsanda oynamışam, sevgilisini oynayırdım, Mehdi mənim özü də oynayırdı. Deməli, o da Turabovla ikisi oynayırdılar. Sonra İblis'te oynamışam. Xəyyamda verdi, ancaq Xəyyamda orada neyse, mən dublörlandım. O aktrisa rəhmətə gedib, orada biraz oyuna düz gəlmədik, mən roldan özümü imtina elədim. Buna görə də Mehdi müəllim məndən küstü. Bir müddət küstü məndən, inanırsınız ki, niyə mən onda o rolu oynamadım? Mən daha açıb ağırda bilmədim ki, o aktrisa, yaşlı aktrisadan da fikirləşdim ki, eybi yox. Bəlkə mən cavanım, hələ qabaqda Mehdi müəllim o qədər əsərlər olacaq ki, oynayacağım. Nəsə özüm ona imkan verdim. O aktrisa oynadı, mən çəkildim geri. Belə. Amma ümumiyyətlə deməksə Mehdi müəllim, şadlıq sorağı Mehdi müəllimin tamaşası idi. Onun əksər tamaşalarında, yenə deyirəm, hansında o rol olubsa mənə verib. Ələsgər Şərifovda mən çox oynamışam. Tofiq müəllim də istərləmişəm mən onun tamaşalarında oynayayım, düzü. Tofiq müəllim də mən çox tamaşalarında oynamışam. Bax, bu üç rejissor əsasən necə deyərlər, mən deyərdim ki, mən onların aktrisası olmuşam, bu üç. Rəhmətlik deyim üçünə də. Allah onlara rəhmət eləsin. Mən elə bilirəm ki, Ədil mənim teatrda qalsaydı, yəqin ki, mən onun da ən elə istədiyi aktrisaların biri olacaqdım. Çünki mən bunu həmişə onun nəzarətinin üstündə hiss edirdim. Baxmayaraq ki, Ədil mənim artıq 60-cı ildə teatrına getmişdi. Amma kinolarda çəkiləndə, o mənim yaradıcılığımı izləyirdimiş kənarda. Gizlincə, hardansa izləyirdi. Sevinirdi mənim, necə deyiləm, uğurlarıma. Mən onu unutmaram. Ədil müəllim, İskəndərov. Səfrə xanım, baxın, bəs aktyorlardan kim sizə daha yaxın olub? İndi. İndi bu saat mən açıq deyim ki, teatrda bizdə yaşlı nəsildən əksəriyyəti deməli pensiya gedib, belə deyək də, çünki mən bunları görmürəm indi hal-hazırda, yoxdurdular teatrda. Eşitdiyimə görə bunlar necə deyirlər, təqaüdə gediblər. Amma çox təəssüf, çox təəssüf. Həmişə mən onlarla daha çox ünsiyyətdəyəm, açıq deyim sizə.
Nə qədər ki, Nə qədər ki bizim cavanlar, çünki onlar bilsinmi, mən onların qabağında böyümüşəm. Deyir, həmişə kiçik dərdini böyük edir də. Mən o mənada, məsəl üçün, onlarla oturub məsləhətləşməyi, necə dərdləşməyi daha üstün tuturam, belə desək. bax bugün, siz bugünkü belə söhbətlərinizdən artıq başlanmışdan hiss edirəm ki, teatrın, yəni ki, Səfirə xanım bugünkü yaradıcılığından, onunla tərbiyələ teatrla, nəsə elə bilirəm ki, teatr yaradıcılığında müəyyən bir soyuqluq var, yəni ki, haradasa gileylisiz biraz. Bax, buna səbəb nədir Səfirə xanım? Mən səbəbi özümdə görmürəm. Mən həmişə kimiyələ də işimə, necə deyirlər, münasibətdə elə əvvəlki münasibət, elə əvvəlki, necə deyirlər, istək, belə var. Amma bilmirəm, bunun səbəbinə gerək ya teatrda axtarmaq, ya da kənarda axtarmaq lazımdır. Bugünkü repertuarda siz məşğulsuzmu və ümumiyyətlə, bax, bugün o aktrisa Səfirə İbrahimova nə ilə məşğuldur ümumiyyətlə? Mən indi desəm ki, ancaq radiola, mənim yaradıcılığım, necə deyil, işim ancaq radiolandır, elədir ki, var, düzü belədir. Zat mən teatrda bir neçə tamaşa hazırlanır, heç birində yoxam. Kinoda da çəkilmirəm, televizorda həmçinin. Ancaq sağ olsunlar ki, çox sağ olsunlar, minnətdaram ki, heç olmasa, necə deyil, radio məni yaddan çıxartmayıb. Deyirsiniz ki, teatrda rolunuz yoxdur. İndi başa düşmək olar, bu dəqiqə teatr təmirdir. Əlbəttə, bunun özü də çox təsir edir. Yaradıcılığa mütləq. Mən özüm həmişə o teatrlar ki, neçə teatrlarımız bizim misal ki, təmirdə olublar, mən indi hiss edirəm onları. Onlar nə çəkibdir? Ay sağ ol, indi hiss edirəm. Onlar deyəndə mən bir qədər düzü sözü, mən də deyirdim ki, bir şişirdir, buna bax, güya ki, belə yaradıcılıq üçün hər də necə o, nə dəxli varmış ki, harada istəmək, amma yox, o deyil. Çünki bizim kollektiv, sizmi, ümumiyyətlə teatrın kollektivi bu, elə bilin ki, böyük bir kollektiv bir nəfər deməkdir. Bax, belə, yəni sıxlıq, belə bir təmas var bu bizim sənətdə. Odur ki, bu təmirlə əlaqədar o, elə bilin ki, hər şeydə bir necə çatıq əmələ gəlib, hər şeylə belə soyuqluq əmələ gəlib. Çünki biz hər gün görüşürdük demək olar ki. O da bizi bağlayırdı, o da bizi isnişdirirdi. Formada saxlayırdı. Siz demişkən, o həmişə elə bilirdik ki, biz teatrda lazımıq. Teatrda məsəl üçün, məşqdə olmurdu, gəlirdik. Çünki teatrda hərlənmək üçün bir meydan var idi. İndi elə bil ki, onu əlimizdən alıblar. İndi təmir qutaracaq, teatrımız yenə fəaliyyətə başlayacaq, yeni rollar oynayacaqsınız. Amma mənə çox maraqlıdır ki, bu illər ərzində sizin arzusunda olduğunuz rol olub bu. Yəni ki, indi oynamamışsınız. Yəqin ki, aktyor arzusuz yaşaya bilməz. Sözsüz ki, aktyor nə qədərdir, səhnədədir, mütləq onun özünün istədiyi rollar arzusunda olur o. Belə bir arzunu həmişə yaşayır, o arzunu tərk eləmir, ta teatrı tərk eləməyincidir. Səfirə xanım çox nikbin insandır. O bugün teatrda heç bir rol oynamasa da sabaha ümidlə baxır. Onu dinləyə-dinləyə ürəyimdə bir his məni tərk etmirdi. Biz nə üçün bir-birimizin qədrini bilmirik? Bir vaxtlar neçə sənətkarı hələ nə qədər rol oynaya biləcəyi təqdirdə təqaüdə yola saldıq. Sonra isə yaşlı obrazını cavanlara verdik. Axı teatr onun yolunda külünk vuran hər bir aktyorun çiynində dayanır. Tək sağ olsun Səfirə xanım. Sizinlə yenə səhnədə görüşənədək.